davam edəcəm. Elşən Musayev. Mən Qənimət bəyin timsalında bir neçə nəfərin nağıllarına hələ biraz daha qulaq asmaq istəyirəm, ona görə vaxtımı saxlayıram. Mehriban Abdullayeva. Mən də hələ saxlayıram vaxtımı. Araz Əlizadə. Saxladım. Bəxtiyar Hacıyev. Saxladım. Nüşabə Sadıqlı. Həmrəylik göstərirəm, saxlayıram. Ramiz Sadıqov. Vaxtımı saxlayıram. Mən hər dəfə vaxtını saxlayanları nəzərinə çatdırıram ki, sizin hər birinizin 4 dəqiqə çıxış etmə imkanınız var. Ümumilikdə ictimai televiziyada ödənişsiz efir vaxtının müddəti 2 saatdır və ona görə də özünüzə və sizdən sonra çıxış edəcək namizədlərə, yəni bundan sonra 4 dairədən qeydə almış namizədlər çıxış edəcək, onların vaxtına hörmət etməyinizi xahiş edirəm. Olsun. Bəxtiyar Hacıyev. Vaxtı saxlayıram. Nüşabə Sadıqlı. Mən də vaxtımı saxlayıram. Ramiz Sadıqov. Mən 17 nömrəli Yasamal Seçki Dairəsinin seçicilərini 7 noyabrda Sizin vaxtınız bitdi, Qənimət Zaidov. Vaxtımı saxlayıram. Mən də vaxtımı saxlayıram. Ülvi Quliyev. Vaxtımı saxlayıram. Elman Məmmədzadə. Mən də vaxtımı saxlayıram. Mən vaxtım gedir orada. Gülər Bəhramova. Anar müəllim, üzr istəyirəm. Mənim vaxtım orada neçə saniyəsi getdi. Yəni Siz danışdınız və vaxtınızdan istifadə etdiniz də. Davam edəcəm. Elşən Musayev. Mən dostlarımdan fərqli olaraq vaxtımı saxlamıram, dondururam. Mehriban Abdullayeva. Yerlilər, məhəllə uşaqları. Mən məhəllə cəmaatına müraciət edirəm. Siz məhəllə adamına səs verin ki, sizin problemləriniz həll olunsun. Vaxtımı saxlayıram. Bəxtiyar Hacıyev. Mən də vaxtımı dondururam. Mən sizə bir daha xatırladıram ki, özünüzə, tamaşaçılara, seçicilərinizə və sizdən sonra çıxış edəcəklərə hörmətlə yanaşın. Nüşabə Sadıqlı. Neyniyim, gəl min boynuma. Saxla da!